Qəhrəmanlıq elə bir məfhumdur ki, bəlkə də onu etməyin hər hansı bir formulası və mexanizmi yoxdur. O, tarixi şərait yetişəndə üzə çıxır. Ancaq burada bir məqamı unutmaq lazım deyil ki, ürəyində vətən və dövlət sevgisi, damarında partikanı olmayan insan qəhrəman ola bilməz. Qəhrəmanlıq haqqında çox deyilib, çox yazılıb. Həmin yazılarda qəhrəmanlıq böyük qürur və məhəbbətlə tərənnüm olunur. Çünki qəhrəmanlıq ucalıq, rəşadət və ülviyyətlə dolu bir hissdir. Bugün haqqında sizə bəhs edəcəyim qəhrəman Azərbaycanın milli qəhrəmanı Şamil Ramazanovdur. Şamil Ağasəv oğlu Ramazanov 19 yanvar 1976-cı ildə Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açıb. 1983-cü ildə doğma kənddə 1-ci sinifə getmiş, 1993-cü ildə 10-cu sinifi bitirmişdi. Bir il təsərrüfatda çalışmışdı. 19 mart 1994-cü ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdı. Bir neçə ay hərbi təlim keçdikdən sonra en saylı hərbi hissəyə göndərilmişdi. Çevikliyi, bacarığı ona əsgərlər arasında böyük hörmət qazandırmışdı. Orduda cəmi bir il xidmət etməsinə baxmayaraq, peşəkar bir döyüşçü kimi yetişmişdi. Atəşkəs elan olunsa da, əsgərlər mütəmadi olaraq hərbi təlimlər keçir, döyüş hazırlıqlarını durmadan artırırdılar. Heç düşünmürdülər ki, onları qarşıda daha bir sınaq, daha bir qarşıdurma gözləyir. Bu, 1995-ci ilin 13-17 mart hadisələri idi. Həmin gün dövlət çevrilişinə cəhd göstərən silahlı dəstənin mühasirə halqasını daraltmaq məqsədi ilə atəş əmri verildi. Milli ordu dərhal əməliyyata başladı. O faciəli günlərdə Şamil də vətənə öz borcunu verməyə gəlmişdi. Güclü atışma zamanı gənc döyüşçü ağır yaralandı və aldığı bu yaradan da gözlərini əbədi yumdu. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ramazanov Şamil Ağasəv oğluna ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilmişdi. Rəhimli kəndində dəfn edilib. Ağsu rayonunun mərkəzindəki kinoteatr onun adını daşıyır. Vətənimizin bütövlüyü və dövlətimizin toxunulmazlığı uğrunda qəhrəmancasına vuruşmuş bütün vətən övladlarının qarşısında baş əyirik. Vətən onları unutmayacaq.